Ermənistanla münaqişənin bitməsinin və nəqliyyat dəhlizinin açılmasının müəllifi Prezident İlham Əliyevdir. Birləşmiş Ştatlar tərəfinin Ermənistan-Azərbaycan sülh prosesinə cəlb edilməsini Azərbaycan liderindən başqa heç kim bacara bilməz. Rusiyanın Zəngəzur dəhlizinin açılmasında istəyi olsaydı bunu 5 il ərzində edərdi. Bu fikirləri İTV Xəbərin Rusiya üzrə xüsusi müxbiri Fərid Əkbərova müsahibəsində Moskovski Komsomolets qəzetinin siyasi şərhçisi tanınmış jurnalist Aleksandr Budberg bildirib. Onun fikrincə Rusiya Zəngəzur dəhlizini açmaq, ona nəzarət etmək Azərbaycan və Ermənistan arasındakı yeni reallıqda mövqe tutmaq şansını itirib. Rusiya-Azərbaycan münasibətlərində ziddiyyətin başlıca səbəbi Azərbaycanla Ermənistan arasında tam sülhə və Cənubi Qafqazda nəqliyyat dəhlizinin açılması ilə bağlı razılaşmaya nail olunmasıdır. 2020-ci il 9 noyabr tarixli razılaşmanı xatırlasaq, görərik ki, orada Zəngəzur dəhlizinin açılması və bu dəhlizə nəzarətin Rusiya tərəfindən həyata keçiriləcəyi qeyd olunub. Lakin 5 ilə yaxın vaxt keçməsinə baxmayaraq heç nə edilmədi. Ona görə də Azərbaycan rəhbərliyində beynəlxalq vəziyyətin dəyişməsindən istifadə etmək istəyi yarandı və Rusiyanın yox, Birləşmiş Ştatların himayəsi ilə Ermənistanla Azərbaycan arasında nəqliyyat dəhlizlərinin açılması və sülh müqaviləsinin imzalanmasına cəhd etmək mümkün oldu. Rusiyalı ekspert hesab edir ki, Azərbaycan-Ermənistan münasibətlərinin tam nizamlanması Rusiya-Azərbaycan əlaqələrinə təsirsiz ötüşməyəcək. Məsələ onda deyil ki, bu münasibətlər yaxşılaşacaq və ya pisləşəcək. Sadəcə münasibətlərdəki mühit kökündən dəyişəcək. Sözsüz ki, Ermənistanla hüquqi öhdəliyi olan sənədlərin imzalanması ilə münaqişənin bitməsinin və nəqliyyat dəhlizinin açılmasının müəllifi Prezident İlham Əliyevdir. Əminəm ki, İlham Əliyev ölkəsinin bir il yarım sonra harda olduğunu görmək istəyir. Ona görə də ehtimal etsək ki, kimsə Yekaterinburqda qırğınlar törətmək yolu ilə Bakıya təzyiq göstərmək istəyib, bu çox yanlış mövqedir. Ermənistanla sülhün qiyməti və Naxçıvana dəhlizin şərti olaraq Avropaya yolun açılmasının dəyəri Azərbaycan üçün qiymətsizdir. Mən Azərbaycanın bundan imtina etməsi üçün ona heç bir təzyiqin nəticə verməyəcəyini düşünürəm. Budbergin fikrincə, Zəngəzur dəhlizinin ABŞ-nin idarəçiliyinə verilməsi də düzgün addım idi. Cənubi Qafqazda sülh prosesinə resursları olan nəhəng oyunçunu cəlb etmək lazım idi. Birləşmiş Ştatların başı hər zaman qarışıq olur. Bir tərəfdən İsrail, Avropa, digər tərəfdə Rusiya-Ukrayna münaqişəsi. Trump buna vaxt və resurs sərf etməli idi. Ona görə də düşünürəm ki, Birləşmiş Ştatlar tərəfinin bu prosesə cəlb edilməsini Prezident İlham Əliyevdən başqa heç kim bacara bilməz. Budberg hesab edir ki, Rusiya Zəngəzur dəhlizini açmaq, ona nəzarət etmək, Azərbaycan və Ermənistan arasındakı yeni reallıqda yeni mövqe tutmaq şansını itirib. Rusiya Zəngəzur dəhlizinin açılmasını istəsəydi, onun buna hər cür imkanı vardı. Razılaşma əldə olunmuşdu. Rusiya bunu istəsəydi, 5 il ərzində edərdi. Düşünürəm ki, Rusiyanın Zəngəzur dəhlizini açmaq, ona nəzarət etmək, Azərbaycan və Ermənistan arasındakı yeni reallıqda yeni mövqe tutmaq üçün yaxşı tarixi şansı olub. Lakin Rusiya bu tarixi şansı itirdi. Ola bilsin ki, Moskvanın buna resursu kifayət etməyib. Rusiyalı ekspert Cənubi Qafqaz regionunda yeni reallığın yarandığını söyləyib. Onun sözlərinə görə zaman dəyişir. Müharibə təkcə Ermənistanın, Azərbaycanın deyil, bütün qonşuların siyasətində təsir edici faktor olmaq imkanını itirir. Yaxın illərdə Ermənistan-Azərbaycan biznesi yaranacaq. Moskva daxil olmaqla hamı regiondakı yeni reallıqla barışmağa məcbur olacaq. Fərid Əkbərov, Rüstəm Mikayılzadə, İTV Xəbər, Moskva.